şəhid gələndən sonra mən 6 ayda namaz qılmadım. Sadəcə bilmədim hardan başlayayım. Yuxuma da girmirdi. Hamı deyirdi ki, bəlkə namaz qılmırsan, səndən inciyib şəhidin. Elə bir Zəmanə bacı, çox gözəl insandı. Bütün bacılar gözəldi. O mənə zəng elədi ki, orucluq günü, Leyla, nə olar, hicaba keçkinən. Elə bir ürəyimdən bir səs gəldi. Dedim ki, mən hicabdayam. Hicabı taxdım, çıxdım. Yəni yuxuda gecə, o günü hicaba keçən günü, hicaba bürünən günü. Mən axşam yuxuda gördüm ki, Ruslan yuxuma gəlir. Deyir, ana, mənə qovuşmaq istəyirsənsə, namazı qıl. Alnımdan öpüb getdi. Yəni, onun səhəri durdum, danışanda dedilər ki, gördün, oğlun səndən razı qaldı. Yəni, bugün onlar bizim yanımızdadır, görürlər. Zaten ona görə mən özümü toparladım. Dedim ki, deməli, mən 6 ayda namaz qılmırdım, Ruslan mənim yuxuma gəlmirdi. Mən hicaba keçən günü, Ruslan mənim yuxuma gəldi. Yəni, Allahın ən gözəl, dəyərli hədiyyəsi mənə hicab oldu.